Allahım, sənə əl açmışıq, yalvarırıq, bizləri həlim səlim, qəlbi yumuşaq, könlü sənə doğru meyilli, ağzı dualı, dili şükürlü, mərhəmətli bəndələrindən elə. Allahım, bizləri Quran əxlaqına bürü, ağırbaşlı, ciddi, dik duruşlu, zəkalı, qavrayışı iti, ağıllı şəxsiyyətlərdən elə. Hər daim səmimi, sənə, sənin sevdiklərinə və səni sevənlərə qovuşma arzusu ilə yaşat bizi. Amin. Ey Rəbbimiz, bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı sən hökm verənlərin ən yaxşısısan. Allahım, bizə bolluca səbr əta et və bizi müsəlman olaraq öldür. Ey Rəbbimiz, bizi zalım tayfanın fitnəsinə uğratma, zalım tayfanın əlində sınağa çəkmə və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar. Allahım, bilmədiyim bir şeyi səndən istəməkdən, belə bir işə cürət etməkdən sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram.